Salam müəllimlər. Bugün biz təfəkkürün növlərindən öyrənəcəyik. Təfəkkürün növləri, hansı növləri var, bir-bir öyrənək. Əvvəl öyrənək təfəkkür nədir? Təfəkkür insanın düşünmə prosesidir, düşünmə fəaliyyətidir. Yəni təfəkkür insanın koqnitiv fəaliyyətidir, idraki fəaliyyətidir, düşünmə prosesidir. İnsanın təfəkkürü nə zaman fəaliyyətdə olur? İnsan düşünməyə başladıqda. Və təfəkkürün növləri var. Hansı növləri var? Onları öyrənək. Məntiqi təfəkkür var. Tənqidi, yaradıcı, abstrakt, analitik, produktiv və praktik təfəkkür. Məntiqi təfəkkür nədir? Əvvəl məntiqi təfəkkürü öyrənək. Məntiqi təfəkkür ailədə, kiçik yaşlarında uşaqlarda formalaşır. Hər bir şagird, hər bir uşaq müəyyən suallar verəcək. Bu sualları verməklə həmin şagird, həmin uşaq öz təfəkkürünü inkişaf etdirir əslində. Ona görə də o suallara düzgün cavab verməliyik ki, şagirdin, uşağın təfəkkürü düzgün formalaşsın. Əgər yanlış cavab versək, təfəkkür düzgün formalaşmayacaq. Demək, məntiqi təfəkkür necə bir təfəkkürdür? Şagird səbəb-nəticə əlaqəsini tapacaq, problemi sadə yolla həll edəcək, problemin başlanğıcını və sonunu müəyyənləşdirəcək, fakt əsasında mühakimə yürüdəcək və əsaslandıracaq. Bax, bu deməli, xüsusiyyətlərə malik olan şagird məntiqi təfəkkürə malikdir. Yəni, nə üçün bu hadisə baş verdi? Niyə baş verdi? Səbəb-nəticə əlaqəsini axtaracaq, tapacaq. Bir problem var, o problemi sadə yolla həll edəcək. Hamı necə həll etdi? Məndə elə. Problemi sadə yolla həll edəcək. Məntiqi təfəkkürə aiddir. Problemin başlanğıcını və sonunu müəyyənləşdirəcək. Faktlar əsasında mühakimə və əsaslandırma aparacaq. Məntiqi təfəkkür, yəni düşünmə formaları var ki, məntiqi düşünmə formaları var ki, onları bir-bir öyrənək. Hansı düşünmə formaları var? İnduktiv düşünmə forması var, deduktiv düşünmə forması var, verbal, qeyri-verbal, konvergent, divergent, analitik, analoji, ardıcıl, sistemli düşünmə formaları var. İndi biz bunları öyrənək. İnduktiv düşünmə nə deməkdir? İnduktiv düşünmə. İnduktiv düşünmə odur ki, nümunədən ümumi nəticəyə gəlir, qaydaya gəlir. Deməli, bir nümunə verilir və bu nümunədən sonra artıq ümumiləşmə prinsipinə keçəcək. İnduksiya, nümunələrə baxıb onları bir prinsip altında birləşdirmək, yəni nümunələrdən ümumi prinsipə doğru getmək. Məsələn, belə bir sadə nümunə deyirəm, induktiv düşünməyə aid. Belə deyirəm, alma, heyvanlar sadaladım, adlarını çəkdim, xüsusi bir meyvələrdir. Sonda ümumiləşdirirəm fikrimi. Meyvədir. Alma, heyvanlar, meyvədir. Deməli, nümunədən qaydaya gəldim. Sadalamadan, deməli, xüsusidən ümumiyə gəldim. İnduktiv düşünmə budur. Yəni, nümunələrdən sonra artıq ümumi bir fikir səsləndirirəm. Və yaxud kitabda verildiyi kimi, Mirzə Rəhbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparmışlar. Kimlər aparıb? Sabir, Cəlil Məmmədquluzadə. Demək, ana dilinin saflığı uğrunda mübarizə aparıb. Deməli, burada nümunələr. Mirzə Rəhbər Sabir, Cəlil Məmmədquluzadə. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşamışlar. Deməli, artıq fikrini ümumiləşdirir. 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Deməli, nümunələr çəkdi, xüsusidən gəldi, fikrini ümumiləşdirdi. Sabir, Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparıblar.
İndi ümumiləşdirəcək fikrini. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Bu necə bir düşünmədir? İnduktiv düşünmə. Başqa bir nümunə verilib. Durna və leylək köçəri quşlardır. Baxın, xüsusi adlar çəkilib, misallar göstərilib, nümunələr göstərilib. Durna, leylək. Köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, artıq fikrini ümumiləşdirir. Köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Demək, induktiv düşünmə nə oldu? Nümunədən keçirik qaydaya, xüsusidən keçirik ümumiyə. İndi keçirik deduktiv düşünməyə. Deduktiv düşünmə isə induktiv düşünmənin əksidir. Deduktiv düşünmə, induktiv düşünmənin əksidir. Necə yadımıza saxlayırıq? Dux sözü ilə. Deduktiv düşünmə, ümumidən xüsusiyə gedirik. Yəni, ümumi bir nəticə var, xüsusiyə gedirik, onun xüsusiyyətlərini sadalayırıq. Məsələn, belə bir nümunə deyək, meyvə yazıram, meyvə, bu ümumi bir fikirdir. İndi meyvənin növləri var. Alma, armud, heyva, nar. Artıq ümumidən keçdim xüsusiyə. Necə düşünmədir? Bu oldu deduktiv düşünmə. Demək, ümumi bir fikir var. Ümumidən artıq xüsusiyə keçirik. Nümunələr gətiririk. Bu da olur deduktiv düşünmə. Məsələn, belə bir fikir deyirəm. Feil. Mərkəzdən yazdım. Bu ümumi bir fikirdir, feil. İndi onun xüsusiyyətlərinə keçəcəm, sadalayacağım. Feil əşyanın hərəkətini bildirir. Təsirli, təsirsiz olur. Təsdiqdə, inkarda olur. Təsriflənən, təsriflənməyən formaları var. Baxın, artıq feilin mən xüsusiyyətlərini sadalayıram. Feilə aid olan xüsusiyyətləri bir-bir deyirəm. Ümumidən keçirəm xüsusiyə. Necə düşünmədir? Deduktiv düşünmə. İnduktiv düşünmə ilə deduktiv düşünmə bir-birinin əksidir. Deduktivi yadınıza saxlayırsınız dux sözü ilə. Deməli, deduksiya, yəni deduktiv düşünmə ümumidən xüsusiyə getməkdir. Bəs induksiya nədir? Onun əksi xüsusidən ümumiyə gedəcək. O da olur induksiya. Növbəti düşünmə formasına baxaq. Mən qruplaşdırmışam ki, daha sadə öyrənilsin. Divergentdən konvergenti götürək, cüt-cüt öyrənək. Deməli, divergent düşünmə forması necə bir düşünmə formasıdır? Bir problem var, o problemi həll etmək üçün müxtəlif yollar araşdıracaq, müxtəlif yollar axtaracaq. Hamının getdiyi yolla getməyəcək, özü yeni bir yol axtarıb tapacaq. Özünə məxsus problemi həll edəcək. Problemi gec həll edəcək. Bu, necə düşünən insandır? Divergent düşünən insandır. Bəs konvergent düşünən nədir? Konvergent düşünən insan divergentin əksidir. Bir problem var, o problemi tez həll edəcək. Hamı necə? Mən də elə. Problemi tez həll edəcək. Problem varsa onun bir həll yolu var. Sadə həll yolu ilə problemi həll edəcək. Demək, problemi sadə yolla həll edirsə, problemi tez həll edirsə, bu necə düşünən insandır? Konvergent düşünən insandır. Divergent düşünən insan isə problemi gec həll edəcək, düşünəcək, hansı həll yolunu seçə bilərəm, özünə məxsus tərzdə problemi həll edəcək. Demək, konvergent düşünmə məntiqi təfəkkürə aiddir, çünki problemi sadə yolla həll etdi. Divergent düşünmə isə yaradıcı təfəkkürə aiddir. Problemi fərqli yolla, özünə məxsus yolla həll etdi. Növbəti düşünmə tərzinə baxaq. Verbal, qeyri-verbal. Verbal düşünmə necə bir düşünmədir? Yəni, verbal söz deməkdir. Sözlü, səsli düşünmə. Düşüncələrini dilə gətirmək, fikir ifadə etmək bacarığıdır. Danışarkən şagird düşüncələrini yönəldir. Yəni, bu necə bir düşünmədir? Düşündüyünü sözdən ifadə edəcək, verbal düşünmədir.
Yəni burada deməli şəkil verilib. Yəni səsli düşünmədir, sözlü düşünmədir. Nəyi düşünürüksə onu ifadə eləyirik, onu səsli olaraq ifadə eləyirik. Bəs qeyri-verbal düşünmə nədir? Qeyri-verbal düşünmə, yəni şəkillər əsasında, qrafiklər əsasında, diaqram, çertyoş əsasında, maket əsasında düşünmədir. Məsələn, müəyyən bir kabinetə daxil oluram, görürəm ki, burada cihazlar var. Elektrofor maşın var, elektrometr var, ampermetr, voltmetr. Bəli, düşünürəm ki, bura fizika kabinetidir. Deməli, nəyə əsasən mən bu fikrə gəldim? O əşyalara əsasən. Deməli, qeyri-verbal düşünmə. Nələr var burada? Sxemdir, xəritədir, maketdir, hər hansı bir cihazdır, şəkildir, yəni görüntüdür. Bu əsasında fikrə gəlirik ki, deməli, bu fizika kabinetidir və yaxud Azərbaycan dili kabinetidir və yaxud yol hərəkəti qaydaları var, nişanlar var. O nişanlara baxıb biz müəyyən edirik ki, məsələn, yeraltı keçid var burada və yaxud yerüstü keçid var. Yolu necə keçəcəm? Bax, bunlar hamısı qeyri-verbal düşünməyə aiddir. Daha sonra hansı düşünmə forması qaldı burada? Demək, analitik düşünmə forması. İndi keçirik A-lara. Analitik düşünmə forması var, ardıcıl düşünmə forması var, analoji düşünmə forması var. 3 dənə də bunları öyrənək. Analitik düşünmə forması nədir? Müxtəlif məlumatların təhlilini hissələrə parçalanaraq əsaslandırılmasını etibar edir. Yəni, hər hansı bir hadisədir, hər hansı bir məlumatdır, hissələrə bölünəcək, təhlil olunacaq, səbəb-nəticə əlaqəsi axtarılacaq. Analitik düşünmə budur. Hissələrə bölünəcək, təhlil olunacaq və analitik düşünmə tənqidi təfəkkürə aid bir düşünmədir. Tənqidi təfəkkür nədir? Bir problem var, o problemin məsələn bir çox həll yolu var. Deyək ki, 10 dənə həll yolu var. O 10 dənə həll yolunun ən səmərəlisini seçəcək. Hansı təfəkkürə malik olan insan? Tənqidi təfəkkürə malik olan insan. Problem var, o problemi sadə yolla həll edəcək. Problemin bir həlli var. Bu hansı təfəkkürə malik olan insandır? Məntiqi təfəkkürə malik olan insandır. Bir problem var, problemi yeni yolla həll etdi, alternativlər seçdi, fərqli yanaşdı. Bu hansı təfəkkürdür? Əlbəttə ki, yaradıcı təfəkkürə aid bir problem həll etmə bacarığıdır. Analitik düşünməni də dedik ki, məlumatları təhlil edir, hissələrə ayırır, səbəb-nəticə əlaqəsini axtarır, yəni tənqidi və yaradıcı təfəkkür analitik düşünmə formasında əks olunur. Yəni, analitik düşünmə forması şagirdlərdə deməli varsa, deməli o şagirdin tənqidi və yaradıcı təfəkkürü formalaşır. Növbəti düşünmə formasına baxaq, analoji düşünmə. Analoji düşünmə, analogiya nə deməkdir? Oxşarlıq. 2 və daha artıq hadisə, anlayış, sistem və s. arasında olan oxşarlıqların müəyyənləşdirilməsinə xidmət edən düşünmə bacarığıdır. Məsələn, analoji oxşarlıq düşünmə nə deməkdir? Məsələn, quşun uçmasına baxıb təyyarəni düzəldiblər. Və yaxud göllərdə qazın, durnanın üzməsinə baxıb gəmiləri düzəldiblər. Bax, bunlar oxşarlıqdır, analogiyadır, yəni yaradıcı təfəkkürü, tənqidi təfəkkürü inkişaf etdirir. Və yaxud belə bir nümunə verilib, pianinoda ifa etmək üçün lazım olan bilikləri uşaq digər klavişli alətlərdə də tətbiq edə bilər. Necə təfəkkürə malikdir, necə düşüncəyə malikdir? Analoji düşüncəyə malikdir. İndi keçirik ardıcıl düşünməyə. Ardıcıl düşünmə. Ardıcıl düşünmə necə düşünmədir? Addım-addım düşünmə. Mərhələli düşünmə. Sanki pilləkənləri qalxırıq. Bir-bir, addım-addım düşünmə formasıdır bu.
Burada bir ardıcıllıq var, algoritm var. Yəni səbəb-nəticə əlaqəsinin tapılması. Hər hansı bir hadisədə o hadisələrə addım-addım izləyəcək, təhlil edəcək, səbəb-nəticə əlaqəsini tapacaq. Ardıcıl düşünmə biliyin növü olaraq deməli biz prosedural bilikdə daha çox ardıcıl düşünürük. Məsələn, fonetik təhlil, sintaktik təhlil ardıcıl düşünməyə aiddir bu. İndi keçək sistemli düşünməyə. Sistemli düşünmə nədir? Sistemli düşünmə deməli, sistemli düşünmə belə bir düşünmədir ki, bir problem var. O problem bütün sahələrə öz təsirini göstərəcək. Bu problemi həll etmək üçün əslində bütün onunla bağlı olan müxtəlif sahələrin problemləri həll olunacaq. Sistemli düşünmə. Məsələn, neft tullantıları dənizi çirkləndirir. Yəni ekologiyanın çirklənməsi. Bu problemi həll etmək üçün biz sistemli düşünürük. Yəni əslində ekologiyanın çirklənməsi müxtəlif sahələrə öz təsirini göstərir. Məsələn, dənizdə canlıların məhvinə gətirib çıxarır. Dəniz məhsulları ilə qidalanan insanların xəstələnməsinə, o dəniz məhsullarında, balıqlarda olan o toksinləri insan qəbul etdikdə insan xəstələnəcək və burada artıq zəncirvari olaraq bax bu problem bütün sahələrdə deməli irəliləyəcək. Bu problemi həll etmək üçün, yəni sistemli düşünürük biz. Yəni bir problemin həlli müxtəlif sahələrdə olan problemin həllinə gətirib çıxaracaq. Sistemli düşünmə də budur. İndi keçək məntiq xətalarına. Yəni məntiq xətaları nədir? Yəni cəmiyyətdə və yaxud elə biz özümüz çox vaxt məntiq xətalarına yol veririk. Məntiq xətaları, yəni hansı məntiq xətaları var? Onlara baxaq. Həddən artıq ümumiləşdirmə məntiq xətası var. Özünü bənzətmək məntiq xətası var. Cəmiyyət tərəfindən qəbul edilmək, buna populyum da deyilir. Məntiq xətası var. Şəxsi qərəzlik, boş adam xətası, çoxmənalı danışmaq, sirkulyar arqument, bax bunların hər biri məntiq xətalarıdır. Həddən artıq ümumiləşdirmə nə deməkdir? Bir-iki nəfərin səhvini bütün qrupa aid etmək. Məsələn, dərsdə 2 nəfər şagird səs salır. Müəllimlər otağında deyirik ki, bütün 8D sinifi çox nadincdir, dərs oxumur, dərsi pozur. Yəni bütün uşaqlara aid etdik o 2 nəfərin dərsi pozmasını bütün uşaqlara aid etdik. Biz hansı məntiq xətasına yol verdik? Əlbəttə ki, həddən artıq ümumiləşdirmə məntiq xətasına yol verdik. Və yaxud özünü bənzətmək məntiq xətası var. Hörmətli bir şəxsdir, hamı ona hörmətlə yanaşır. Biz özümüzü o bir nəfər, o şəxsə bənzədirik. O nəyi xoşlayır? Mən də onu xoşlamalıyam. O necə geyir? Mən də elə geyməliyəm. Bax, bunların hamısı yanlış mühakimədir ki, yəni məntiq xətalarıdır ki, bunlara biz yol verməli deyilik və şagirdlərdə də bunu formalaşdırmalıyıq ki, əslində cəmiyyəti yetişdirən müəllimlərdir. Yəni bu məntiq xətalarını birinci özümüz etməli deyilik və sinifdə təbliğ etməliyik və bu da cəmiyyətin formalaşmasına gətirib çıxarır. Cəmiyyət tərəfindən qəbul edilmə məntiq xətası nədir? Cəmiyyət tərəfindən qəbul edilmə, yəni məsələn, bu il tutaq ki, sarı rəng dəbdədir. Bu sarı rəng mənə yaraşdı, yaraşmadı, hökmən mən də sarı rəngdə geyim almalıyam. Və yaxud hər kəs iPhone işlədir, hökmən mən də iPhone işlətməliyəm. Bu necə bir məntiq xətasıdır? Cəmiyyət tərəfindən qəbul edilmək. Özünü bənzətməklə cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətası çox oxşardır. Fərq nədədir? Burada özümüzü bir nəfərə bənzətmək istəyirik.
Amma cəmiyyət tərəfindən qəbul edilmədə nədir? Özümüzü qrupa, topluma, cəmiyyətə bənzədirik. Hamı necədir, mən də elədir. Əlbəttə ki, bunlar yanlış məntiq xətalarıdır. Şəxsi qərəzlik məntiq xətası var. Bu nə deməkdir? Bunun digər adı hominimdir. Latınca hominim, yəni şəxsi qərəzlik. Demək, fikrə deyil, fikri səsləndirən şəxsə əsaslanıb əsassız mühakimə yürütmək düşüncəsi. Yəni, hər hansı bir şəxsdir, tutaq ki, o şəxsin fikirləri doğrudur, doğru söz söyləyəcək, amma onun şəxsisinə dəyər verən, onun özünə dəyər verən insanlar onun fikrini qəbul edəcək, dəyər verməyənlər qəbul etməyəcək. Tutaq ki, mən nə qədər düzgün danışsam da, əgər qarşı tərəf məni şəxsimə hörmət etmirsə, deməli, mənim sözlərimi də o doğru saymayacaq. Ona aid bir nümunə var, belə bir nümunə verilib. Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa yerləşdirməliyik. Əsassız mühakimə budur. Aydan çox qəribə qızdır, gülməli paltarlar geyir və bizdən ayrı gəzir. Ona görə də yəqin dediyi səhvdir. Deməli, Aydanın sözünə, fikrinə deyil, onun şəxsisinə qiymət verdik. Onun geyiminə, onun davranışına əsasən sözlərini biz doğru dediyi sözə biz əhəmiyyət vermədik. Aydanın fikrinə deyil, şəxsisinə qiymət verdik. Əlbəttə ki, bu bir məntiq xətasıdır, şəxsi qərəzlik məntiq xətasıdır. Boş adam məntiq xətası var. Bu nə deməkdir? Boş adam məntiq xətası deyilən fikir qalır kənarda. O fikri bilə-bilə fərqli istiqamətə yozur. Demək istəyirsən ki, açar sözü budur. Boş adam məntiq xətası. Deyilən əsas arqumenti kənara qoyaraq məsələni bilə-bilə fərqli istiqamətə yönəltmək. Bunu edən şəxsin əsas məqsədi öz mövqeyinin nəyin bahasına olursa olsun gücləndirməkdən ibarətdir. Məsələn, belə bir fikir deyirik. Deyirik ki, yağlı yemək insanlara zərərdir. Qarşı tərəfdəki insan da deyir ki, demək istəyirsən ki, mən kökəm. Əslində biz elə bir fikir düşünməmişik. Sadəcə olaraq yağlı yeməyin insana zərərindən danışırıq. Qarşı tərəf isə öz düşündüyü kimi reaksiya verəcək. Yəni fikri tamamilə başqa bir yerə yönəldəcək. Demək istəyirsən sözü açar sözdür. Bu necə məntiq xətasıdır? Boş adam məntiq xətası. Çoxmənalı danışmaq deməli məntiq xətası var. Bu nə deməkdir? Fərqli mənada anlaşıla bilən sözlərdən nitqdə istifadə etmək. Danışanın məqsədi ondan ibarətdir ki, auditoriyanın fikrini yayındırsın və sonra dediyi sözü fərqli istiqamətlərə çevirə bilsin. Bəzən buna söz oyunda deyilir. Məsələn, tutaq ki, dərs prosesində KSG-lər keçiririk. Deyirik ki, uşaqlar, bir-birinizdən danışmayın, bir-birinizdən köçürməyin və görürük ki, Günellə Aydan danışırlar. Biz deyirik ki, bəs dedim axı danışmaq olmaz. Aydan deyir ki, müəllimə danışmırdım, söz soruşurdum. Danışmırdım, söz soruşurdum. Elə bunun özü də danışmaqdır. Sadəcə olaraq nə edir? Çox mənalı danışıb fikri yayındırır, söz oyunu qurur. Sirkulyar arqument nədir? Sirkulyar arqument odur ki, dediyimiz sözü, məsələn, hər hansı bir fikir ifadə etmişik, qarşı tərəf həmin fikri eyni ilə özümüzə qaytarır. Necə ki, sirkul bir dairə çizir, bir çevrə cızır. Söz də sanki bir dairə kimi, bir sirkul kimi fırlanaraq həmin söz, həmin fikir özümüzə qayıdır. Məsələn, belə bir nümunə verilib. Siqaret çəkmək məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Qarşı tərəf deyir ki, mən siqaret çəkmirəm, çünki sağlamlığa ziyandır. Eyni fikri özümüzə qaytardı. Bu necə məntiq xətasıdır? Sirkulyar arqument məntiq xətası.
Daha sonra tənqidi təfəkkürə keçək. Tənqidi təfəkkür nədir? Demək, məntiqi təfəkkür odur ki, məntiqi təfəkkür problemi sadə yolla həll edəcək. Bu məntiqi təfəkkürə aiddir. Səbəb-nəticə əlaqəsini axtaracaq. Oxşar fərqli cəhətlərini deyəcək. O anlayışın mahiyyətini başa düşəcək, dərk edəcək. Bax, bunlar olur məntiqi təfəkkürə aid olan deməli xüsusiyyətlərdir. Bəs tənqidi təfəkkür nədir? Tənqidi təfəkkür faktları, problemi, qarşıya çıxan məsələləri düzgün anlamaq, təhlil etmək, dəyərləndirmək, problemi səmərəli yolla həll etmək bacarığıdır. Məsələn, qarşıya bir problem çıxıb, o problemi düzgün anlamaq, düzgün təhlil etmək, o problemə düzgün qiymət vermək, onu düzgün həll etmək, səmərəli yolla həll etmək, deməli, tənqidi təfəkkürə aid olan bir xüsusiyyətlərdir. Tənqidi düşünən insan necə olmalıdır? Tənqidi düşünən insan, deməli, aydın, düzgün qərarlar verir. Yəni, bir problem var, o problemi həll etmək üçün əvvəlcə müşahidə aparacaq, məlumat toplayacaq və bu məlumat etibarlı mənbələrdən olacaq. Daha sonra nəticəyə gələcək. Orada hansı doğrudur, hansı yanlışdır, hansı uyğundur, hansı uyğunsuzdur, bunları seçəcək, ədalətli yanaşacaq. Yəni, demək, doğru olan nədirsə, o qərarı verəcək. Tənqidi təfəkkürə malik olan insanda bu bacarıqlar var. Tənqidi düşünən insan problemi düzgün müəyyənləşdirmək. Deməli, birinci nədir? Bir problem var, onu düzgün müəyyənləşdirəcək. Problem budur. Problemin yaranma səbəbini araşdırır. Bu problem var, bu problem hansı səbəbdən yarandı? Yaranma səbəbini araşdıracaq. Daha sonra problem haqqında informasiya toplayacaq. Məlumatları və nəticələri emal edir, qruplaşdırır. Problemi sistemli şəkildə həll edə bilir. Baxın, harada gördünüz ki, problemi sistemli şəkildə həll edir, problemi ən səmərəli üsulla həll edir, deyirsiniz ki, bu tənqidi təfəkkürə aid olan bir xüsusiyyətdir. Problemin həlli yolunu daha da yaxşılaşdırmağa çalışır. Əsaslandırma zamanı uyğunsuzluqları və yanlış anlaşılmaları aşkar edə bilir. Yəni, fikrini ifadə etdikdə əsaslandıracaq fikrini. Hansı əsasdır, hansı yanlışdır, hansı uyğundur, hansı uyğunsuzdur, o fikirləri araşdırıb çıxaracaq. Məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir. Əlbəttə ki, bu tənqidi təfəkkürə malik olan insanın xüsusiyyətidir. Kifayət qədər sübutu olmadıqda mühakiməni kənara qoyur. Bəli, yerli, yersiz kimisə qarşısındakı günahlandırmır. Elə hər gördüyümüz bir hadisəyə biz fikir ifadə eləyək. Məsələn, biz bunu belə görmüşük. Bu hadisəyə bir qiymət verək, bu yanlışdır. Əgər biz o hadisənin içində deyiliksə, orada nələr baş verir, problem necə olub yaranıb və bir müşahidə qabiliyyətimiz yoxdursa, müşahidə bacarığımız yoxdursa və yaxud o hadisələr haqda məlumat toplayıb, onları təhlil edib, araşdırıb, doğru bir qərar çıxara biliriksə, deməli, tənqidi təfəkkürə aid olan deməli, bacarıqlardır. Daha sonra müstəqil şəkildə öyrənə bilir və ya ən azından bu cür öyrənməyə marağı var. Deməli, müstəqil şəkildə öyrənə bilmək elə tənqidi təfəkkürə malik olmaqdır. Bir fikrin çoxları tərəfindən qəbul edilməsi ilə həmin fikrin etibarlı olub-olmaması arasında fərqi görə bilir. Yəni, tutaq ki, bir qrup insandır, bu problemi səbəbini, məsələn, hər hansı bir səbəbini bilirlər ki, bu səbəbdən qaynaqlanır problem. Amma tənqidi düşünən insan həmin problemi araşdıracaq, məlumat toplayacaq. Buna, məsələn, toplum inanırsa, mən də inanmaq məcburiyyətindəyəm. Belə bir
hərəkət yoxdur. O özü məlumatı, problemi araşdıracaq, axtaracaq, təhlil edəcək və o problemin əsas kökü nədir? Özü onu axtarıb tapacaq. Hamı inanırsa, mən də inanım, o tənqidi düşünən insana aid olan xüsusiyyət deyil. Daha sonra tənqidi düşüncənin, ümumiyyətcə tənqidi təfəkkürün 5 dənə əsas xüsusiyyəti var. Hansı xüsusiyyətlərdir? Onlara baxaq. Dediyimiz kimi, müşahidə bacarığı. Tənqidi təfəkkürə malik olan insan ətrafdakıları, insanları, eşitdiklərini, gördüklərini müşahidə edəcək. Məlumat toplayacaq. Səbəb-nəticə əlaqəsini axtarıb tapacaq. Təhlil etmə bacarığı. Artıq problemi müşahidə etdi, məlumat topladı, təhlil edəcək. Hissələrə böləcək o hadisələri, təhlil edəcək, araşdıracaq. Nəticə çıxaracaq, nəticə çıxarmaq bacarığı və ünsiyyət və fikir ifadə etmə bacarığı var. Yəni, sonda o bir nəticəyə gəlib, o nəticəni ifadə edəcək. Daha sonra problem həll etmə bacarığı var. Deməli, tənqidi təfəkkürdə bu əsas 5 xüsusiyyət var ki, biz bunları şagirdlərdə formalaşdırırıq. Və şagirdlərdə tənqidi təfəkkürü inkişaf etdirmək üçün hansı texnikalardan, üsullardan istifadə olunur? 4N 1KH iş üsulu. Burada bu suallar texnikasıdır. Yəni 4 dənə N hərfi ilə başlayan sualdır. Nə, necə, niyə, nə vaxt. 1K hərfi ilə, 1 N hərfi ilə başlayan sualdır. Kim, harada? Bu sualları biz düşünərək, şagird düşünərək hər hansı bir problemi həll edir, bir layihə işini hazırlayır. Şagirddə hansı təfəkkür formalaşır? Əlbəttə ki, tənqidi və yaradıcı təfəkkür formalaşır. Sokrat dialoqu. Sokrat dialoqu nədir? Sokrat dialoqu odur ki, müəllim şagirdə bir sual verəcək. O sualın cavabından müəllim yeni bir sual verir şagirdlərə. Və Sokrat dialoqu da sual-cavab texnikasıdır. Məsələn, bir sual verdik şagirdə, şagird sualın cavabını dedi, o cavabdan yeni bir sual çıxarır. Yenidən o cavabdan yeni bir sual çıxarılır. Yəni, şagirdin deməli, təfəkkürünü inkişaf etdirir, şagird düşünür, axtarır, o suala cavab verir. Şagirddə tənqidi təfəkkür formalaşır. Əlbəttə ki, açıq tipli suallardan söhbət gedir. Qapalı sualların bir cavabı var. Yəni, o cavabı hər kəs bilir. Açıq tipli sualların isə cavabı müxtəlifdir. Hər kəsin özünün yanaşması var o problemin həllinə. Hər kəsin öz fikri var və hər kəs də fikrini deyib əsaslandıracaq. Nə üçün belə düşünür? Onun əsasını verəcək. Gəlin bunu müzakirə edək. Bu da belə bir deməli texnikadır ki, üsuldur ki, tənqidi təfəkkürü formalaşdırır. Məsələn, belə bir Aydanın dostu yaxınlaşan imtahan üçün çox narahatdır. Aydan isə artıq bu testi verib, çox yaxşı nəticə göstərib və sualların cavablarını artıq bilir. İndi Aydan sualların cavablarını bilir, Aydan imtahanı verib, Aydanın amma dostu hələ imtahanı qabaqdadır, o imtahanı verməyib. İndi bunu müzakirə edirlər. Aydan neynəsə daha keyfiyyətli olar. Cavabları dostuna verməlidir, biri belə deyəcək. Dostunu öz biliyindən istifadə edərək imtahana hazırlamalıdır. Heç qarışmamalıdır. Yəni, bu müzakirə olunacaq, bu situasiya müzakirə olunacaq. Hansı doğrudur? Əlbəttə ki, dostunu öz biliyindən istifadə edərək imtahana hazırlamağı fikri doğrudur ki, gəlin bunu müzakirə edək. Hər hansı bir situasiyanı müzakirə edirlər və nəticəni, fikirlərini bildirirlər. Bu da şagirdlərdə tənqidi təfəkkürü formalaşdırır. Fakt yoxsa fikir? Yəni, fakt bilirik ki, real olan bir faktdır, bir informasiyadır. Fikir isə hər hansı bir şəxsin söylədiyi, qənaətə gəldiyi bir fikirdir. Bunu da tənqidi təfəkkürü formalaşdırmaq üçün
Deməli, bu texnikadan da istifadə olunur. Daha sonra qaydalar var, seçim etmək var, nə baş verərdi, daha sonra yad planetli üçün səyahət turu. Bax, bunların hər biri tənqidi təfəkkürü formalaşdırır. Yəni, qaydalar nədir? Məsələn, tutaq ki, tıxaclar var və yaxud elə götürək sinifdə qrup işi zamanı, hər hansı bir qrup işi zamanında müəyyən bir səs-küylər olur, uşaqlar özləri qaydalar tətbiq edir. Məsələn, hansı qaydaları tətbiq edə bilərik? 3 dənə, 4 dənə qayda. Məsələn, şagirdlər bir qayda quracaq, hər kəs birini deyəcək və bunu nə üçün? Bu qaydanı seçdim çünki onun səbəbini deyəcək. Məsələn, qaydalardan biri, dinləyəni, yəni kim danışırsa, o danışanı hər kəs dinləməlidir. Yəni, burada dinləmə mədəniyyəti formalaşır. Biri digərinin sözünü kəsməli deyil. Yəni, qarşılıqlı hörmət əsasında o qrup işində tapşırıq təhlil olunmalıdır, öyrənilməlidir, yəni empatiya hissi olmalıdır orada. Şagirdlər bir-birinə hörmətlə yanaşmalıdır, əməkdaşlıq, ünsiyyət formalaşmalıdır. Yəni, bu qaydalar onun üçündür ki, şagirdlər normal olaraq fikirlərini ifadə etsinlər, bir-biri ilə əməkdaşlıq etsinlər və biliklərini paylaşsınlar. Və qurduğu qaydaları nə üçün qurub, onun səbəbini deyəcək. Yenə şagirddə hansı təfəkkür formalaşır? Məntiqi təfəkkür. Seçim etmək. Bu da bir qaydadır, yəni bu da bir texnikadır ki, tənqidi təfəkkürü formalaşdırır. Nə baş verərdi? Məsələn, belə bir sual verərdi. Əgər elektrik cərəyanı olmasaydı, nə baş verərdi? Artıq şagird düşünəcək. Elektrik cərəyanı olmasa, deməli, evdə olan bütün avadanlıqlar dayanardı. Yəni, deməli, soyuducudur, paltar yuyandır, toz soğurandır və bütün elektrik cərəyanını işləyən cihazlar dayanacaq. Yəni, şagird bir anlıq düşünür ki, elektrik cərəyanının əhəmiyyəti, yəni elektromaqnit hadisəsində o biliklərin əslində əhəmiyyətini başa düşür. Çünki o qanunlar təbiətdən öyrənilir və praktikaya tətbiq olunur. Və bu da insanların həyatını asanlaşdırmaq üçündür. Və yaxud yad planetli üçün səyahət turu. Bu nə deməkdir? Müəllim şagirdin təfəkkürünü formalaşdırmaq üçün şagirdə suallar ünvanlayır. Əslində onun özünün verdiyi sualdır. Sadəcə olaraq şagirdin diqqətini cəlb etmək üçün yad planetlinin dili ilə deyəcək. Məsələn, yad planetli belə bir sualı verir sənə. Təhsil olmasa nə olardı? Artıq şagird düşünəcək. Və yaxud əgər müharibələr olmasaydı nə olardı? İnternet olmasaydı nə olardı? Şagird düşünəcək, o düşünməsi əsasında şagirdin təfəkkürü inkişaf edəcək, tənqidi təfəkkürü, yaradıcı təfəkkürü inkişaf edəcək və o sualın cavabını axtarıb deyəcək və fikrini əsaslandıracaq. Bu da olur tənqidi təfəkkürü inkişaf etdirən demək üsullar. İndi keçək yaradıcı təfəkkürə. Yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkür, yəni sadə dildə izah edək. Yəni bir problem var. O problemin müxtəlif həll yolları var. Əgər problemi sadə yolla həll ediriksə, bu olur məntiqi təfəkkür. Hamı necə həll etdi? Məndə elə. Bu məntiqi təfəkkürdür. Heç düşünmədən problemi sadə yolla həll etdi tez. Tənqidi təfəkkür necədir? Tənqidi təfəkkürə malik olan insan, problem var, o problemin müxtəlif həll yolları var. O müxtəlif həll yollarının hər birini öyrənəcək, məlumat alacaq, ən səmərəlisini seçəcək, ən yaxşısını seçəcək. Bu oldu tənqidi təfəkkür və yaxud problemi sistemli şəkildə həll edəcək. Tənqidi təfəkkürdür bu. Yaradıcı təfəkkür isə çərçivədən kənara çıxır, alternativlər seçir, hadisəyə qeyri-adi yanaşır. Heç kimin getmədiyi bir yol, üsul, metodla gedir. Yaradıcı təfəkkürə aid olan xüsusiyyət budur. Belə bir deməli kvadrat göstərilib, bunun içərisində
9 nöqtə verilib, 9 nöqtə üsulu. İndi burada nə deyir? 9 nöqtəni 4 düz xətlə elə birləşdirin ki, xətlər bütün nöqtələri birləşdirsin. Yəni 9 dənə nöqtədir. Biz bunu 4 dənə də düz xətt çəkməliyik. Elə çəkməliyik ki, bütün nöqtələri birləşdirin. Yəni bu əslində simvolik olaraq göstərilir. Tutaq ki, 4 dənə düz xətt çəkirəm və bütün nöqtələri birləşdirməliyəm. Amma burada belə olsa biri qalır ortada. Deməli, bu həll yolu deyil. Sadəcə olaraq bu onu demək istəyir ki, bir problem var. O problemin elə bir həll yolu mövcud deyil. O mövcud olmayanı biz özümüz axtarıb tapacağıq. Yəni bu 9 nöqtə üsulu əslində onu bildirir ki, müəyyən bir problem var. O problemin müxtəlif həll yolları var. Amma o problemin hansı ki bizim yanaşma tərzimiz, bizim o problemi həll etməyimiz üçün problemin həlli sırf özümüzə aiddir. Özümüz öz düşüncəmiz sayəsində, öz təfəkkürümüz sayəsində problemi yeni yolla həll edirik. Alternativlər seçirik. Çərçivədən kənara çıxırıq. Yəni, məcazi mənada çərçivədən kənara çıxırıq. Bəzən böyüklərimiz bizə deyirdi ki, ay bala, gördüyünü qoyub görəcəyə niyə gedirsən? Yəni, yaradıcı düşünmək o demək deyil ki, hamının getdiyi yolla mən də getməliyəm. Yəni, hamı problemi necə həll edir, mən də elə həll etməliyəm. Yəni, başqasını kopyalamaq, başqasının addımı ilə getmək. Bu yaradıcı deyil. Yaradıcı təfəkkürə malik olan insan çərçivədən kənara çıxacaq. Yəni, fərqli yolla gedəcək. Yeni yol, yeni üsul tapacaq. Özünə məxsus tərzdə problemini həll edəcək. Yaradıcı təfəkküründə əsas 4 xüsusiyyətləri var. Onlara da baxaq. Deməli, əlaqələrin yaradılması. Bu nə deməkdir? Məsələn, müxtəlif əşyalar var. Tutaq ki, təkər və yaxud çamadan yeni bir düşüncə formalaşır. Təkərli çamadan yaradım. Artıq təkərli çamadanlar əlaqələrin yaradılması. Yəni, iki əşya arasında, deməli, cisim arasında əlaqə yaradıldı. Yeni bir məhsul ortaya çıxdı. Əlaqələrin yaradılması budur. Sual vermək. Yəni, yaradıcı təfəkkür inkişaf etdirmək üçün biz özümüzə sual verəcəyik. Mən bu problemi necə həll edə bilərəm? Mən çıxış yolunu necə tapa bilərəm? Yəni, artıq özümüzə sual veririk və insanın beyni də elə bir sistemdə yaradıb ki, Allah, yəni, o sualın cavabını beyin özü emal edəcək. Beyin özü axtarıb tapacaq və biz deyir ki, bəli, tapdım. Əslində biz özümüzə sual verməklə təfəkkürümüzü inkişaf etdiririk və o sualın cavabı analiz olunur, çıxır. İnsanın beyni mükəmməl bir sistemə malikdir. Kompüterləri insan beyninə əsasən, yəni analoji, oxşarlıq, analoji düşünməni keçdik biraz əvvəl. Oxşarlıq var burada. Yəni insanın beynin kompüterlərdə o yaddaşı filanın sanki ondan köçürülüb və biz hansı verilişə baxmaq istəyiriksə, o verilişin adını yazırıq. O, deməli, YouTube-dan çıxır o veriliş bizə. Biz də beynimizə hansı sualı veririk? Hansı fikirləri beynimizdə cərəyan edirik? O mövzuda olan fikirlər bizim beynimizə axır. Ona görə də yaradıcı təfəkkürü inkişaf etdirmək üçün nə edirik? Özümüzə sual veririk. Şagird özünə sual verəcək. O sualın, o problemin həllini düşünəcək. Və problemin həlli özünə məxsus yolla həll olunacaq ki, bu da yaradıcı təfəkkürü formalaşdırır. Təcrübə aparmaq. Məsələn, bir problem var. Bu problemi həll etmək üçün mən özümə sual verdim. Bu problemi necə aradan qaldıra bilərəm? Artıq o sualın cavabını tapdım. Və belə bir misal deyirəm. Tutaq ki, maddi vəziyyətimizi düzəltmək üçün mən əlavə nə iş görə bilərəm? Belə bir sual verirəm. Düşünürəm ki, məsələn, bir mənzərəli bir təbiətin qoynunda hər hansı bir
çayxana açım, məsələn. Artıq mən problemi müəyyənləşdirmişəm, problemi həll etmək üçün bir çıxış yolu tapmışam. Artıq tapdığım o çıxış yolunu mən həyata keçirməliyəm, təcrübədən aparmalıyam, təcrübə aparmalıyam. Burada riskə getmək var, burada qazanmaq da var, uduzmaq da var. Nə olur olsun irəli getmək, yəni yaradıcı təfəkkürə malik olan insan problemin həllini tapacaq və riskə getməyə bacaracaq. O problemi, o həll yolunu həyata keçirəcək, təcrübədən keçirəcək. Məsələn, dediyi kimi gedib o mənzərəli yerdə çayxanasını açacaq. Orada onun əgər zərərə getsə də belə o davamlı olaraq riskə gedərək onu ardıcıl olaraq həyata keçirəcək. Yəni, yaradıcı təfəkkürə malik olan insan riskə getməyə bacarmalıdır ki, onda alınsın. Müşahidə etmək, burada kimi müşahidə edəcək? Yaradıcı təfəkkürə malik olan insan. Məsələn, məşhur bir şəxsin həyatını müşahidə edəcək və yaxud tanınmış bir, necə deyim, tanınmış bir insanın həyatını araşdıracaq, müşahidə edəcək. Necə oldu bu vəziyyətdən bu pik nöqtəyə gəldi, çatdı. Onun həyatını incələyəcək. Yəni, müşahidə etmək də budur. Və yaradıcı təfəkkürü formalaşdırmaq üçün, şagirdlərdə formalaşdırmaq üçün yenə texnikalar var. Hansı texnikadır? Beyin həmləsi. Beyin həmləsi iş üsulu, yəni biz deməli şagirdlərin diqqətini dərsə cəlb etmək üçün beyin həmləsi iş üsulundan istifadə edirik. Yəni real həyatdan götürülmüş bir açıq sualdır. Yazırıq lövhədə və hər bir şagird öz fikrini bildirəcək. Burada fikir bildirən şagirdin fikri müzakirə olunmur. Şagird fikrini deyəcək və müxtəlif baxış yaranacaq, müxtəlif həll yolları olacaq bu problemin. Və şagird də özünə inam hissi yaradacaq. Yaxşı oxumayan şagird də düşünür ki, mən müəllimin sualına cavab verdim. Növbəti dəfə yenə də istəyəcək ki, o suala cavab versin. Özünə inam hissi yaranacaq və şagirddə açıq düşüncə tərzi yaradacaq, öyrənməyə həvəs yaranacaq, yaradıcı təfəkkür formalaşacaq şagirddə. 4N1KH iş usulu, yenə tənqidi təfəkkürdə dediyimiz kimi 4 dənə N hərfi ilə başlayan sualdır. 1K, 1H hərfi ilə başlayan sualdır ki, bu suallara cavab tapmaqla şagirddə tənqidi yaradıcı təfəkkür formalaşır və layihələrin aparılmasında, problemlərin həllində bax bu üsuldan istifadə olunur. Analogiyanın tapılması, yəni oxşar fərqli cəhətlər. Analogiya oxşarlıq deməkdir. Bax bunun özü də yeni bir məhsulun yaranmasına səbəb olacaq. Yeni bir ideyanın yaranmasına səbəb olacaq. Oxşar və fərqli cəhətlərin tapılması. Hər hansı bir məsələn anlayışdır. O anlayışların oxşar cəhətləri var, fərqli cəhətləri var. Venn diaqramından istifadə etməklə biz onu deməli Venn diaqramda göstəririk və bu da oxşar və fərqli cəhətlərin tapılması da yaradıcı təfəkkürün inkişafına gətirib çıxaracaq. Əşyaların qeyri-adi istifadəsi. Yəni tutaq ki, müəllim parta üzərinə bir neçə əşya qoyur, deyir uşaqlar, bu əşyalardan necə fərqli istifadə edə bilərsiniz? Məsələn, qələm yazmaq üçündür. Başqa mən bu qələmdən necə istifadə edə bilərəm? Şagirdin biri deyəcək ki, mən qələmdən saçımı yığaram, məsələn. Artıq kreativ yanaşdı, yaradıcı yanaşdı. Əşyadan qeyri-adi istifadə etdi. Və yaxud qalüstük var, şagirdin biri deyəcək ki, mən bu qalüstükdən kəmər kimi istifadə edə bilərəm. Yaradıcı yanaşdı, əşyalardan qeyri-adi istifadə. Demək, yaradıcı təfəkkür də bu qədər və digər təfəkkürlər var ki, məsələn, abstrakt təfəkkürdür, analitik təfəkkürdür, produktiv və deməli, praktik təfəkkürdür ki, onları da növbəti dərsdə izah edəcəm. Dərsimiz bu qədər, dəyərli müəllimlər. Dərsdən əgər faydalandınızsa, abunə olub, dəyərli fikirlərinizi yazmağı unutmayın.
Sağ olun, növbəti dərslərdə görüşənədək.